başlayırıq. Bismillah. Ağac gördüğünüz kimi yine məhsul veribdir. Ama çok da xoşa gəlimli bir məhsul değil. Arıdan anlayışı olmayan, arı saxlamayanlar beçənin yani yaxşı bir şey kimi təsvir edirlər. Əslində bu çox da xoşa gəlimli bir şey değil. Beçə verəndə arı ailəsi dağılır. İkiye parçalanır və yaxud da ki üçe parçalanır. Ailə dağıldıkça məhsuldarlıq da azalır. Bu il biz bununla barışmalıyıq. Başka çaremiz yoktur. İndi Allah'ın qismətidir. Demək olar ki 10 ilin içində mən bu qədər arının beçə verdiğini mən görməmişəm. Evi yok, beçəni verəcək. Bunlar küsəcəklər. Yeni ailə düzəldəcəklər. Mən isə müəyyən vaxtdan sonra, bir həftədən sonra yenidən bunları barışdıracağım. Onların barışıq videosunu da sizin için çəkib paylaşacağım. Deməli, bunları barışdırmaq lazımdır ki, bir araya salmaq lazımdır ki, məhsul verməsi üçün. Ailə dağılanda, bir dəqiqə butağı kəsim, sonra danışacağım qalanı. Rezakın da sağırdı. Yox. Deməli, ailə dağılanda nə olur? Deyirləri, ailədə xeyir, bərəkət qalmır. Bax, arıda da eynən o cürdür. Arıda da eynən o cürdür, xeyir, bərəkət qalmır. Yəni ki, məhsuldarlıq sıfıra düşür. Bunların ana arını mən tapa bilsəm, rahat bir şəkildə bunları yığa biləcəm. Adətən ana arı, deyirsiniz ki, hardan tanıyırsan, ana arının vidindən, fasondan tanımaq olur. O videonu da sizin için paylaşmışam. Deməli, üzərində gəzir arıların. İçərisində gizlənmir. Adətən üstündə gəzir belə. Bir baxaq görək buradan tapa bilsək, həm sizə göstərərək, həm də ki, mənim işim daha asanlaşar. Nəysə, ana arı tapılmır. Çox da vaxt itirməyək. Çünki bunlar səhərin tezindən çıxıblar. Arıları yerləşdirəcəm. Bax, bu yeşiyin içərisinə, bu pətəyin içərisinə. Yox, ana arı tapılmadı. Nəysə, arıları yerləşdirəcəm bu pətəyin içərisinə. Bunu beləsinə çək, bırak sən oradan gün dəysin. Yerləşdirəcəm bura. Ay sağ, belə yaxşıdır. Oradan çəkərsən. Çərçivələri götürək. Azdan çoxdan üzərində bal da var. Belə gəl, biraz da istəsən yaxından çək. Bismillah. Arıları yerləşdirdik bura.